Salam. Bütün məsələlərdə olduğu kimi özünü inkişaf məsələsində də, özünü dəyişmə, daxili, ruhani, psixoloji təkamül məsələsində də bizim qarşımıza qoyduğumuz hədəflər gücümüzə uyğun olmalıdır, boyumuza uyğun olmalıdır, ruhani boyumuza uyğun olmalıdır, psixoloji gücümüzə uyğun olmalıdır. Biz qarşımıza çox böyük hədəflər qoymamalıyıq. Ümumiyyətlə, böyük hədəf hər hansı bir məsələ ilə bağlı, fərqi yoxdur. Daxili inkişaf məsələsi olmasın, hər hansı bir həyati məsələ ilə bağlı olsun, dünyəvi, daha doğrusu dünyəvi nailiyyətlərlə bağlı olsun. Qarşıya böyük hədəf, yəni belə birdən-birə çox nəhəng hədəflərin qoyulması adətən həmin şeyi həqiqətən istəməkdən yox, yəni bizim ona həqiqi ehtiyacımızdan, həqiqi tələbatımızdan yox, daha çox daxili natamamlıq hissindən, daxili boşluq hissindən irəli gəlir. Yəni bu ondan xəbər verir. Əgər bizim həqiqi ehtiyacımız varsa hər hansı bir şeyə, biz oradakı kiçik nailiyyətlərin qədrini biləcəyik. Kiçik şeyləri, kiçik uğurları qiymətləndirməyi bacaracağıq, əgər bizim həqiqətən ona ehtiyacımız varsa. Amma əgər bu ehtiyac bizim yəni özümüzlə bağlı deyilsə, bilavasitə bizim sevincimizə qoşulmayıbsa o ehtiyac bizim bax o içimizdəki o dolmaq bilməyən boşluqdan gəlirsə, bax orada biz həqiqətən özümüzə çox böyük, nəhəng, əlçatmaz hədəflər qoyacağıq və bunun üçün də təbii olaraq heç nə eləməyəcəyik. Çünki qarşıya çox böyük hədəf qoyanda sən onun üçün heç nə eləyə bilmirsən. O bir dəfə bir şəkil paylaşmışdım Facebookda. Bir nəfər uzun, amma kiçik pillələri olan nərdivan qoyub qabağına və təbii olaraq dırmaşmağa başlayıb. Digəri isə çox böyük pillələri olan nərdivan qoyub və təbii olaraq boyu çatmır. Onun ilk pilləsinə belə addımını atmağa boyu çatmır. Bax, böyük hədəf qoymaq həqiqi ehtiyac deyil. Başa düşürsünüz? Bu, yəni, nə demək istəyirəm? Əgər mən, tutaq ki, mənim, nə bilim, güllərə marağım varsa, güllər mənim üçün həqiqi sevinç mənbəyidirsə, mən evimdəki bir dənə güllə gündəlik məşğul olmağı, gündəlik onun rutin işlərini, nə bilim, sulamaq olsun, yarpağını silmək, dibini boşaltmaq, torpağını dəyişmək, qabını dəyişmək. Bax, mən bunları eləyəcəm və böyük həvəslə eləyəcəm, sevinclə eləyəcəm. Əgər mənim həqiqətən buna marağım varsa, bu mənim həqiqi ehtiyacımdırsa. Yox, əgər mən o içimdəki boşluq hissinin vadar elədiyi bir şeyin içindəyəmsə, onda mən hər gün yuxudan duracağam, deyəcəm, bax, mənim belə bir gül bağçam yoxdur, mən hələ buna
çatmamışam, bu nə vaxt olacaq, nə vaxt o da olacaq, nə vaxt bu da olacaq, nə vaxt mən o xəyaldakı o mənzərəni yarada biləcəm. Bax, bunun xəyalı ilə də demirəm, bunun ağrısı ilə, bunun dilxorluğu ilə, bütün günü ilə oturacağım divanda və heç nə də eləməyəcəm. Bax, bu artıq həqiqi ehtiyac deyil. Bunu mən nəyəsə görə eləyirəm. Və təbii ki, nəyə görə? Yəni, nəyə görə eləyirəm? Kimlərəsə görə. Yəni, özüm üçün yox. Kimlərsə məni alqışlayacaq deyə, kimlərsə məni tərifləyəcək deyə mən özümə belə bir hədəf qoyuram. Amma mənim hədəfim özüm üçün olsa, mən orada o kiçicik uğurları belə çox yüksək qiymətləndirəcəm. Bax, bu kiçik məsələlər çox önəmlidir. O Exupéry'nin məşhur o duasında dediyi kimi, necə deyir orada, ilk cümləsi belə başlayır mənə, kiçik addımların sənətini öyrət. Kiçik addımların sənətini. Bu kiçik addımları yalnız həqiqi istəklərlə bağlı biz bax, bunun ləzzətini duya bilərik. Həqiqi istəklərlə bağlı. Amma əgər bayaq dediyim o dolmaq bilməyən o içimizdəki o qara deşik ki var, bizim o bütün həyat enerjimizi soğurmaqla məşğuldur. Biz daim onu pişiyə və balaca sıçan balası gətir. Biz daim onu doldurmaqla məşğuluq və doldura bilmirik. Bax, böyük hədəflər, boyumuzdan böyük hədəflər bununla bağlıdır. Daxili məsələlərdə də, daxili ruhani inkişafımızla bağlı, özünün inkişafla bağlı məsələlərdə də bax, eyni prinsiplə irəliləmək lazımdır. Səhər durursan, bir gün səni gözləyir də, düzdürmü? Bəlkə bugün sən özün üçün sadəcə 2 dəqiqə, lap olsun 1 dəqiqə, 1 dəqiqə özün üçün nəsə edəcəksən. Özün üçün, yəni daxili inkişafın üçün. O daxili ruhani, psixoloji inkişafın üçün bir kiçicik bir kərpic qoyacaqsan. Bax, onu belə önəmsizləşdirməməlisən öz gözündə. Onu belə yüksək qiymətləndirməlisən və günün sonunda buna görə özünə təşəkkür eləməlisən ki, mən bax, bunu bacardım. Mən bugün 1 dəqiqə nəsə elədim. Özümüzü inkişaf etdirmək məsələsində də eyni ilə bax, bu prinsiplə yanaşmalıyıq. Kiçik hədəflər qoymalıyıq qarşımıza. Gündəlik bildiklərimizi, yəni həqiqətən işə yarayan işlərdən nələr seçib eləməliyik və həqiqi nəticə görməliyik. Həqiqi nəticə. Yəni, böyük hədəf qoyub, yəni mən, nə bilim, aydınlanmalıyam, mən tam belə toxunulmaz bir müdrik olmalıyam, heç nəyin toxunmadığı, heç nəyin təsir eləmədiyi,
müqəddəs olmalıyam. Yəni belə hədəflər yox. Kiçik, yəni dünənə nisbətən bugün bir az daha, bir zərrə qədər də olsa daha rahat və daha huzurlu oluramsa, bax bu artıq mənim uğurum deməkdir. İşə yarayacağını hiss etdiyim kiçik praktiki işlər görməliyəm. Yəni böyük hədəflər qoyub divanda uzanmaq əvəzinə kiçik hədəflər qoyub hərəkət eləmək. Həqiqətən hərəkət eləmək. Çünki bizi uğura aparan şey hərəkətdir. Biz nəzəri olaraq nə qədər öyrəniriksə öyrənək, biz onu praktikaya keçirmədikcə, təcrübəyə gətirmədikcə onu, o nəzəriyyənin bizə heç bir faydası yoxdur. Və başqa cürdə uğur olmur ümumiyyətlə. Əgər siz hesab edirsiniz ki, kimsə səhər durur, gözünü açır və artıq əl çatmaz bir şeyə nail olur, belə bir şey olmur. O işini görüb, o bəlkə bundan əvvəlki ömründə, bundan əvvəlki ömürlərində o işləri görüb. Necə ki, Ramana Maharshi 15 yaşında aydınlanmışdı. Əvvəlki ömürlərində görüb o işlərin hamısını. İş görülməlidir. Ona görə kiçik, bax o Alohanın, mənim həmişə misal gətirdiyim o blisko действие praktikasında olduğu kimi ən yaxın hərəkət eləmək. Ən yaxın, sənə ən yaxın, yəni bir ev tikmək istəyirsənsə, bu ev tikməyə gedən yolun ilk addımı nə olmalıdır? İlk addım, məsələn, evin yerini əldə etməlisin. Başlayırsan ilk bunun üçün nəsə eləməyə. Sonra növbəti addım, növbəti addım, növbəti addım və tələsmədən, uğursuzluqları yox, uğurları böyüdərək. Başa düşürsünüz, bu nə deməkdir? Yəni, günün sonunda, gün ərzində elədiyim o kiçicik hərəkət üçün belə mən özümə minnətdar olmalıyam, özümə təşəkkür etməliyəm. O bacarmadıqlarımı qabardıb özümə kin duymalı deyiləm ki, mən yenə bunu bacarmadım. Bax, onlara görə özümü bağışlamalıyam günün sonunda. Eybi yox, bugün olmadı, sabah olar. Nəticə etibarilə, bax, bütünlükdə bu taleyimizlə barışmaq, hər kəsin bir taleyi var. Yəni, sən bu yolu dediyim kimi getməlisən. Ramana Maharshi da gedib, o birisi də gedib, hər kəs gedib. Hər kəs öz taleyini keçməlidir, öz taley yolunu keçməlidir. Bir evə giririk, tutaq ki, evdə baxım olmuyor, baxımsız vəziyyətdə qalıb. Biz əgər oranı təmizləmək istəyiriksə, nədən başlamalıyıq? İlk gözə görünən, tutaq ki, ortalıqda nələrsə yerində deyilsə, dağınıqdırsa, tökülübsə, onları yığışdırmalıyıq. Sonra keçməliyik ikinci dərəcəli işlərə, sonra üçüncü dərəcəli, sonra daha incə bir təmizlik aparmalıyıq. Daha incə, daha incə, daha dərin və bir də görürsən ki, ev gül kimidir. Bax, o xırda-xırda üstə olan birinci o üstə gördüyün, sənə mane olan,
sənin həyatını çətinləşdirən, qarşında bir maniya kimi hiss etdiyin hansısa problemləri görməyə çalışmalısan. Birinci onlar üzərində işləməlisən. Sonra yavaş-yavaş şuur altının daha dərin qatlarına enməlisən. Bax, belə yaxın hədəflər qoymaq. Yaxın və əl çatan hədəflər qoymaq. Uzaq və əl çatmaz yox, yaxın və əl çatan. Və tələsməmək. Bizim ümumiyyətlə tələsən yerimiz yoxdur. Biz indi harda olmalıyıqsa, hansı vəziyyətdə olmalıyıqsa, oradayıq və o vəziyyətdəyik. Bizim tələsən yerimiz yoxdur. Bizim gedib çatmalı olacağımız B nöqtəsi yoxdur. Hər yer A nöqtəsidir. Biz mütləqik. Mütləq. Amma bu iş görülməlidir. Çünki bu iş bizim təbiətimizdir. Biz bunu görməliyik. Tələsmədən. Tələsmək lazım deyil. Tələsmək başqa bir şeydən xəbər verir hər zaman. Tələsmək şeylərin mahiyyətini anlamamaqdan xəbər verir. Tələsmək ağrıdan xəbər verir. Bizim daxili ağrımızdan, qorxularımızdan, bizim vaciblik duyğumuzdan, egomuzdan xəbər verir. O Aglaya Dataşidzenin bir yazısını tərcümə eləmişdim. Qonşunun əsirlik palıd ağacları ola bilər. Bu qonşunun taleyidir, qonşunun yoludur, qonşunun işidir. Amma sən gözəl bir bağça istəyirsinsə, nəsə alıb gətirib əkməlisən. Qonşunun bağına baxıb depressiyaya düşmək sənə heç nə verməyəcəksən. Onsuz da o ağacı əkməlisən, əgər o bağçanı istəyirsənsə. Çünki sənin öz yolun var. Sənin öz taleyin var. Dadlı bir yemək istəyirsənsə, durub ilk öncə o yeməyin ərzaqlarının olub-olmadığını yoxlamalısın. Yoxdursa, əgər hansı ərzaq çatmırsa, gedib marketdən, bazardan alıb gəlməlisən. Sonra başlamalısan etap o yeməyi hazırlamağa. Amma əgər oturub o yeməyin olmadığından şikayət edirsənsə, demək ki, sənin istədiyin əslində yemək deyil. Sən istədiyin, bax o bayaq dediyim o qara deşik ki var içimizdə, bax onu doldurmaq hissidir. Bir var doymaq hissi, acılığın doyurulması, bir də var o deşiyin doldurulması. Bax o dolan bir şey deyil. Onu doldurmaq mümkün deyil. Onu hələ bu həyatda heç kim doldura bilmir. Onun doyulmaz bir acılığı var. O doyulası bir şey deyil yəni. Kiçik hədəflər və böyük uğurlar. Böyük uğurlara gedən yol kiçik hədəflərdən başlayır. Kiçik hədəflər qoymaqdan və o kiçik hədəflərin qiymətini verməkdən başlayır. Sən gün ərzində 2 dəqiqə meditasiya edirsənsə, 2 dəqiqə o meditativ vəziyyəti yaşayırsansa, fərqi yoxdur. Əlvi yuyanda, qab yuyanda, küçədə gəzəndə, nəsə bir iş görəndə 2 dəqiqə bunu edirsənsə, sən onsuz da onun
praktiki faydasını görəcəksən. Və qətiyyən bunu əhəmiyyətsizləşdirməməlisən öz gözündə ki, mən çox kiçik bir şey elədim, çox əhəmiyyətsiz, çox lazımsız bir şey elədim. Mən daha böyük şeylər eləməliydim. Baxın, daha böyük şey eləmək, əslində böyük hədəflər qoymaq. Bayaq dediyim kimi o boşluqdan xəbər verir. Bunu biz həm də nədə görə bilərik? Əgər mənim həqiqətən özümü yaxşı hiss etməyə ehtiyacım varsa, özünün inkişafı nə üçündür? Nə üçün biz özümüzü dəyişmək, daxilən, psixoloji baxımdan yetişdirmək istəyirik? Çünki özümüzü daha yaxşı hiss eləmək üçün, xoşbəxt olmaq üçün edirik də bütün bunları. Əgər mənim həqiqətən ehtiyacım budursa, xoşbəxt olmaq, mən gün ərzində bunun üçün elədiyim ən kiçik şeyi belə böyük görəcəm, böyük qiymətləndirəcəm, yüksək qiymətləndirəcəm. Amma əgər mənim istəyim bu deyilsə, mən kimlərinsə gözündə nə cürsə görünmək istəyirəmsə, bax orada heç bir nailiyyət, hətta ən yüksək nailiyyət belə səni doyuzdurmayacaq. Fərqi başa düşürsünüz? Yəni burada çox önəmli prinsipial fərq var. Nə üçün istəyirəm? Özüm üçün, öz daxili o xoşbəxtliyim üçün, o tamlıq hissini yaşamaq üçün, həyatımın biraz daha gözəlləşməsi üçün, yoxsa kimlərinsə gözünə girmək üçün. Gözünə girmək bu ağrıdan gəlir. Amma ağrını sağaltmaq istəyirsənsə, bax bu mənim özümə xidmət edir. Bəzi adamlar özünü bağışlaya bilmir. Özünə güzəşt eləyə bilmir. Mənim həyatımın ən çətin dövrlərində, o belə xristianlıqda deyilir, o ruhun qaranlıq gecələri. Bax, o periodlarda mənim bəlkə də ən yaxşı elədiyim şey özümü bağışlamaq idi. Mən bax, günün sonunda o gün nə qədər ağır bitirdisə bitsin, mən özümü bağışlayırdım. Eybi yox, mən bugün bacarmadım. Amma mən inanıram ki, bacaracağım. Bax, o içindəki işığa tutunmaq, o ən qaranlıq zamanlarda belə qaranlığa yox, yenə də işığa tutunmaq, o içindəki o kiçik də olsa nailiyyətlərini, uğurlarını görməzdən gəlməmək, bax, bunlar səni güclü edir, bunlar səni daha da hədəfinə yaxınlaşdırır. Bağışlamaq hər zaman. Bacarıb-bacarmamaq sənin əlində deyil. Sənin əlində olan eləməkdir, çalışmaqdır, hər zaman çalışmaqdır. Sən çalış, sən əlindən gələni elə. Tələsən yerimiz yoxdur. Əlindən gələni elə və nəticəni düşünmə. Eləyən mütləq nəticə görür. Gec ya tez mütləq görür.
Ona görə kiçik hədəflər, kiçik gündəlik kiçik praktikalar, kiçik addımlar və həqiqi nəticələr. Həqiqi nəticələr. Bax, hər həqiqi nəticənin varlığını hiss etmək və onun qiymətini bilmək, qədrini bilmək səni növbəti nəticəyə aparacaq. Bax, bu davamiyyəti hiss etmək və bunu qorumaq lazımdır. Hərəkət eləmək, nəticəni hiss etmək və növbəti hərəkətə hazırlaşmaq və qətiyyən tələsməmək. Bizim tələsən yerimiz yoxdur. Biz əbədiyik.